Salam, gəlin birbaşa məsələyə keçək. Peşəkar gələcəyinizin sükanı kimin əlində olmalıdır? Əlbəttə ki, sizin. Çünki, baxın, karyera təsadüfən başınıza gələn bir şey deyil. O, sizin öz əllərinizlə, qərar-qərar, kərpic-kərpic qurduğunuz bir binadır. Yaxşı, bəs bu binanın təməlini necə möhkəm atmaq olar? Gəlin birlikdə baxaq. Elə ilk sualımızla başlayaq. Bir anlıq düşünün. Karyeranızın sükanı həqiqətən kimin əlindədir? Çoxumuz həyat axışının bizi hara aparacağını gözləyirik. Elə bil ki, taksidə arxa oturacaqda əyləşmiş bir sərnişinik. Amma bu, belə olmaq məcburiyyətində deyil. İndi sükanı öz əlinizə almağın tam vaxtıdır. Təsəvvür edin ki, karyeranız boş bir ərazidir və siz oranın baş memarısınız. Verdiyiniz hər bir qərar, istər yeni bir kursa yazılmaq olsun, istər bir iş görüşməsinə getmək, o binanın divarına qoyduğunuz yeni bir kərpicdir. Bina nə qədər möhkəm və yaraşıqlı olacaq, bu tamamilə sizin seçdiyiniz və qoyduğunuz kərpiclərdən asılıdır. Beləliklə, ilk bölməmizdə məhz bu suala cavab axtaracağıq. Karyeramız təsadüflərin nəticəsidir, yoxsa bizim şuurlu qərarlarımızın məhsulu? İnanın ki, möhkəm bir karyeranın təməli heç vaxt şansa buraxılan addımlarla atılmır, yalnız və yalnız düşünülmüş qərarlarla qurulur. Baxın, bu fikir çox vacibdir. Əgər siz öz binanızın layihəsini özünüz çəkməsəniz, qərarları verməkdən çəkinsəniz, o zaman talih, həyat, başqaları sizi heç bəyənmədiyiniz, bəlkə də pəncərəsi olmayan bir binada yaşamağa məcbur edəcək. Yaxşı, indi isə gəlin karyera binamızı möhkəm saxlayan o 4 əsas sütundan danışaq. Bu 4 sütun əslində sizin verməli olduğunuz 4 vacib qərar növüdür. Bu sütunlar olmadan bina təəssüf ki, çox dayanıqsız olar. Bu 4 sütun bunlardır. Birincisi, özünü tanıma. Yəni, hansı materiallarla işlədiyini bilməlisən, elə deyilmi? İkincisi, təhsil və inkişaf. Bu sizin alətlərinizi həmişə iti saxlamağa bənzəyir. Üçüncüsü, risk etmək. Çünki bəzən ən yaxşı mənzərələr komfort zonasından bir addım kənarda olur. Və nəhayət, dördüncüsü, şəbəkə qurmaq, yəni networking. Çünki heç kim tək başına möhtəşəm bir göydələn tikə bilməz. Baxın, bu cədvəl fərqi çox aydın göstərir. Əgər siz ixtisaslaşmaq, daimi öyrənmək kimi proaktiv, yəni fəal qərarlar versəniz, axtarılan mütəxəssis olarsınız. Amma passiv şəkildə gözləsəniz, karyeranızın taleyi başqalarının qərarlarından asılı vəziyyətə düşər. Deməli, məsələ sadədir. Ya sükanı siz idarə edirsiniz, ya da axın sizi aparır. Yaxşı, bəs bütün bu böyük planın, bu möhtəşəm binanın qoyulacaq ilk kərpici nədir? Əlbəttə ki, əksər gənc peşəkarlar üçün bu ilk iş müsahibəsidir. İndi isə gəlin bu ilk və həyəcanlı addıma daha yaxından nəzər salaq. Amma ilk öncə gəlin bu düşüncəni beynimizə həkk edək. Müsahibə imtahan deyil. Bu qorxulu bir sınaq heç deyil. Bu sadəcə bir söhbətdir, bir tanışlıqdır. Həm şirkət sizi tanımağa çalışır, həm də siz şirkəti. Bu qarşılıqlı bir kəşf prosesidir. Unutmayın. Yaxşı. Növbəki bölməmizdə sizə müsahibələrdə uğur qazanmaq üçün konkret və praktiki bir alətlər çantası təqdim edəcəyik. Bu məsləhətlər sizin özünüzü daha inamlı hiss etməyinizə və ən yaxşı tərəflərinizi göstərməyinizə kömək edəcək. Hazırlıq dostlar, hər şeydir. Müsahibəyə getməzdən əvvəl mütləq şirkət haqqında araşdırma aparın, ev tapşırığınızı edin. Özünüzü bir dəqiqədə təsirli şəkildə təqdim etməyi güzgü qarşısında məşq edin. Və ən əsası, elə düşünməyin ki, təcrübəniz yoxdur. Sizin universitetdəki layihələriniz, könüllü fəaliyyətiniz, təşkil etdiyiniz tədbirlər, bax bunlar sizin qızıl təcrübənizdir. İndi isə sizə bir super güc verəcəm. STAR metodu. Bu nədir? Bu, o klasik, mənə bir uğur hekayənizdən danışın kimi suallara pərakəndə deyil, unudulmaz və təsirli cavablar vermək üçün mükəmməl bir formuladır. Gəlin real bir nümunə üzərindən gedək. STAR metodunun ilk hərfi S-dir, yəni situasiya. Təsəvvür edin, müsahibəçi sizdən çətin bir vəziyyətin öhdəsindən necə gəldiyinizi soruşur. Siz başlayırsınız. Universitetimizin illik tələbə konfransını təşkil edirdik və tədbirə cəmi bir gün qalmış əsas spikerimiz xəstələndiyini bildirib iştirakını ləğv etdi. İndi gəldik T-yə, yəni tapşırığa. Sizin konkret vəzifəniz nə idi? Mənim vəzifəm panikaya düşmədən, tədbirin proqramını pozmadan və 150-dən çox iştirakçını məyus etmədən dərhal alternativ bir həll tapmaq idi. Bəs A, yəni addım, siz nə etdiniz? Cavabınız, dərhal B planına keçdim. Keçən semestr bizə dərs demiş, sahənin tanınmış mütəxəssislərindən olan bir professorla əlaqə saxladım. Vəziyyəti qısaca izah etdim və onun təcrübəsinin konfransımız üçün nə qədər dəyərli olacağını vurğuladım. Və hekayənin zirvəsi R, yəni nəticə.
Nəyə nail oldunuz? Professor təklifimi qəbul etdi. Hətta onun çıxışı tələbələrin sualları ilə o qədər interaktiv alındı ki, tədbirdən sonrakı rəy sorğusunda konfransın ən yadda qalan hissəsi seçildi. Beləcə, biz nəinki böhran nöqtəsindən gəldik, hətta gözlənilməz bir vəziyyəti tədbirin ən güclü tərəfinə çevirə bildik. Gördünüzmü? Mükəmməl bir cavab. Unutmayın, sözləriniz qədər bədəniniz də danışır. Səliqəli geyim vacibdir, bu aydındır. Amma səmimi bir təbəssüm və göz təması sizin haqqınızda çox şey deyir. İnanın ki, pozitiv enerji hətta təcrübə əskiliyini belə kölgədə qoya bilər. İndi isə gəlin o hiləgər sualların pərdə arxasına baxaq. Sizdən zəif tərəfiniz nədir deyə soruşanda, əslində sizin özünüzü analiz etmə qabiliyyətiniz yoxlayırlar. Elə bir cavab verin ki, həm zəifliyi etiraf edin, həm də onu aradan qaldırmaq üçün çalışdığınızı göstərin. Niyə sizi işə götürməliyik sualı isə sizin öz dəyərinizi necə ifadə etdiyinizi ölçür. Öz güclü tərəflərinizi və şirkətə necə fayda verəcəyinizi vurğulayın. 5 il sonra özünüzü harada görürsünüz sualına gəlincə, şirkət sizin uzunmüddətli planlarınızın olub-olmadığını öyrənmək istəyir. Cavabınızda bu şirkətdə böyümək istəyinizi göstərin. Və müsahibənin sonunda sizə mütləq veriləcək o qızıl sual. Cavabınız heç vaxt baxın, heç bir vəziyyətdə xeyir olmamalıdır. Sual vermək sizi maraqlı, həvəsli və düşüncəli bir namizəd olduğunuzu göstərən ən asan yoldur. Bəs nə soruşa bilərsiniz? Məsələn, bu vəzifədəki birindən ilk 3 aydakı gözləntiləriniz nədir? Deyə soruşmaq sizin işə ciddi yanaşdığınızı göstərir. Və ya, şirkətdə təlim imkanları varmı? Sualı, sizin inkişafa nə qədər açıq olduğunuzu sübut edir. Bu suallar həm sizi yaxşı tərəfdən göstərir, həm də şirkət haqqında sizə çox dəyərli məlumatlar verir. Beləliklə təhlilimizin sonuna yaxınlaşırıq və yenidən o əsas fikrə qayıdırıq. Unutmayın, karyera binanızın tək bir memarı var, o da sizsiniz. Hər bir seçim, hər bir addım bu binanın gələcəyini, möhkəmliyini müəyyən edir. Və bu qızıl qaydanı zəhmət olmasa heç vaxt unutmayın. Müsahibə yalnız şirkətin sizi seçməsi prosesi deyil. Bu həm də sizin, o şirkətin sizin üçün doğru yer olub-olmadığını yoxlamağınız üçün bir fürsətdir. Unutmayın, bu iki tərəfli bir yoldur. Və sonda sizi bu sualla baş-başa buraxmaq istəyirəm. Sizin karyera binanızın növbəti kərpici hansı qərarınız olacaq? Yeni bir bacarıq öyrənməkmi? İlk müsahibənizə hazırlaşmaqmı? Qərar sizindir. Çünki memar sizsiniz.